Salam, xoş gördük hər birinizi. Bugün səhər saatlarında Bakı şəhərində İdrak liseyində baş verən insidentlə bağlı sizinlə bir neçə fikrimi bölüşmək istəyirəm. Belə ki, insidenti törədən şagirdin məktəb yoldaşından müsahibə alırlar. Müsahibə zamanı uşaq deyir ki, onun problemi sıxırdılar onu biraz və yaxud sıxılırdı, hər nəysə. Və haqlı olaraq mənim beynimdə belə bir sual canlandı. Hər bir orta təhsil müəssisələrində, liseylərdə və s. psixoloq postları var. Hansı ki, Təhsil Nazirliyinin tabiçiliyindədir. Bu psixoloq postları səhər saat 9-da qapını açıb, axşam saat 5-də qapını bağlayana qədər hansı işləri görürlər? Həqiqətən mən sual şəklində verirəm, qınaq obyektinə çevirmirəm, bəlkə də işlər görürlər. Niyə bu sual məndə ərsəyə gəldi? Çünki bir neçə gün öncə mən qardaşım ilə qonaq getmişdim. Bilirsiniz ki, bugün müəllimlər WhatsApp qrup açırlar. Bu WhatsApp qrup vasitəsilə valideynlərə şikayətlərini, tapşırıqlarını və s. tapşırırlar. Və qardaşım oğlunun müəllimi onun haqqında bir şikayət səsi atdı. Sinifdə kimi danlayıramsa, Məhəmməd onun müdafiəsinə qalxır. Təbii ki, valideyn övladını başa saldı, danladı, amma mən fikrə getdim. Əgər bir uşaq sinifdə mütəmadi olaraq danlanan hansısa bir uşağı müdafiəsinə qalxırsa, demək ki, bunun hansısa bir problemi var. Valideynin sezə bilmədiyi problemi. Və bunu, əziz müəllimələr biraz da psixoloq olurlar, psixoloq olmalıdırlar. Bunu valideynə deməyiniz, xəbərdar etməyiniz gözəl bir haldır. Amma valideyn başa salmaqdan və danlamaqdan başqa bir iş gəlməyəcək əlindən, çünki onlar psixoloq deyirlər. Bunu öncə məktəbin psixoloquna xəbər vermək lazımdır. Hələ keçid dövründə olan uşaqların problemlərini. Və məktəbin psixoloqu mütəmadi olaraq müəllimin narazı qaldığı, şikayəti olan tələbələrlə görüş keçirtməlidir. Şagirdlərlə görüş keçirtməlidir. Problemin nədən qaynaqlandığını tapmalıdır. Valideyni məktəbə dəvət etməlidir. Valideynlə bunu bölüşməlidir. Ortaq bir yol tapmalıdırlar, onu onun bu xarakterini transformasiya etmək üçün valideynlə birlikdə ortaq bir yol müzakirə etməlidirlər. Psixoloq göstərişlərini verməlidir. Yəni, hər bir halda Avropanı misal gətirirsiniz. Avropa belə, Avropaya baxın, Avropada belədir, təhsil elədir və s. Çox halda, yəni sərf eləyən sahələrdə Avropanı misal gətirirsiniz. Biraz maddi imkanımız olanda övladlarımızı çalışırıq ki, göndərək Avropada təhsil alsınlar. Gəlin belə bir misalda mən gətirim sizə Avropadan. Mənim çox yaxın bir rəfiqəm Avropada yaşayır, yəni Almaniyada yaşayır, xarici vətəndaşla ailə qrupdur, onların bir qızı övladı var və övladı Almaniya məktəbində təhsil alır, hicablıdır. Övladı hicablıdır. Və digər bir şagirdin valideyni müəlliməyə o uşağın iştirak etdiyi bir mühitdə deyir ki, oğlumun qələmi dünən yanında oturan hicablı şagirddə qalıb. Və müəllim dərhal iradını bildirir valideynə, sizin haqqınız yoxdur. Mənim sinifimin şagirdini geyimi ilə etiketləyəsiz. Onun adı və soyadı var. Burada əyləşən dəri rəngindən, yəni irqindən, inancından, milliyyətindən, geyim tərzindən asılı olmayaraq hər bir uşaq bu məktəbin şagirdidir. Və siz onları nə geyiminə, nə irqinə, milliyyətinə görə işarə eləyənməzsiniz. Yalnız və yalnız ad və soyadını deyə bilərsiniz. Və bundan sonra nə baş verir? Müəllim məktəbin psixoloqunu çağırır. Psixoloq hər iki uşaqla danışıq aparır ki, şagird də yanında oturan o uşağa hicablı və s. deyə müraciət edibmi və yanında oturan həmən bu hicablı uşaq da belə deyək, hansısa bir təzyiqə məruz qalıbmı o şagird tərəfindən və gözəl şəkildə həll olunub, heç bir problem olmayıbdır. Demək istədiyim budur ki, əziz jurnalistlərimiz və digər peşə sahibləri, kim nə geyindi, kim gündəmə nə ilə gəldi, soyundu, geyindi, büründü, bu məsələləri müzakirə eləyib onlara vaxt itirməkdənsə, düşünürəm ki, uşaqlar, yeniyetmələr, gənclər bizim gələcəyimizdir. Tələbə hüquqlarını, şagird hüquqlarını, müəllim hüquqlarını gündəmə gətirin ki, belə insidentlər də baş verməsin.